Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çox dadlı, xəmiri ləzzətli, Napolyon tortuna oxşayan və tanınmış bir kampaniyanın məşhur kəsmikli bananı hazırlamışam. Kanalımda sadə bananın hazırlama prosesinin videosu var. Bu isə möhtəşəm bir banandır. Sözün əsl mənasında o qədər ləzzətli, dadlı bir xəmiri var. Onun içinə vanil əlavə edib qarışdırıram və soyuq yağı törkadan keçirdib unla birlikdə qarışdırıram. Yağ mütləq soyuq olmalıdır. Buzxanada yox, amma soyuducudan çıxan bir yağ olmalıdır ki, törkadan rahat keçirdə bilərsiniz. Bax, indi gördüyünüz kimi. Rahat olsun deyə yağı una batıra-batıra törkadan keçirsəz, sizə çox rahat olacaq. Və niyə vanili unun içinə əlavə edirəm? Onda bu xəmir çox ətirli olur. Eynən Napolyon tortumun xəmiri kimi. Alınan yağ ovuntunu unla qarışdırıram və bu qarışımı qoyuram kənara. İndi isə xəmirin suyunu hazırlayıram. İlk öncə yumurtanı ağı sarıdan ayırıram. Yerdə qalan 2 yumurta bizə lazım olacaq içliyi hazır edəndə. Belə bir qabın içinə yumurtanın sarıların, su, duz, limon turşusu, üzüm sirkəsini əlavə edib yaxşıca yumurta çırpanla çalıram. Və bu qarışımı əlavə edirəm unun içinə. Başlayıram yavaş-yavaş xəmiri yoğurmağa. Su bəs eləmədi deyə yarım stakan su təzədən başlayıram az-az. Bax, az-az əlavə edirəm və tam bizə bu suyun miqdarı bəs edir. Biraz ağır olacaq xəmiri yoğurmağa. Videoda deyənə bir balaca sürətini artırmışam, amma bir balaca çətinlik yaranır xəmiri yoğuranda, amma yenə də problem deyil. İnanınız ki, çox və çox möhtəşəm bir xəmirdir. Bax, bu cürünə dəzgahın üstünə boşaldıb və mən bütün xəmiri yığıram bir yerə. Baxın, görün, çox gözəl xəmirdir, sözə baxan xəmirdir və bizə şərtidir ki, tərkibindəki yağlar qalsınlar. Bax, bu cürünə yumuşaqlığı var. Hazır xəmiri qoyuram, 10 dəqiqə dincəlsin. 10 dəqiqə keçdi və mən xəmiri bölürəm 50 qramlıq kündələrə. Şurada peçkada çalışan zaman bu mənim ən sevdiyim şirniyyat idi. Və mən qabağıma məqsəd qoydum ki, mən bu resepti mütləq nə olur olsun tapmalıyam. Və mən bu resepti tapdım və illərdir bu bananı hazırlayıram. Və bu xəmirin üstünlüyü nədir? Bu xəmirdən qozlu borucuq da hazırlamaq olar, ətli pirajki də hazırlamaq olar. Sadəcə ətli pirajki hazırlayanda onda xəmirə vanil qatmaq lazım deyil. Əks halda ətli pirajkidən vanil ətri gələcək. Sizə bir balaca məsləhət vermək istəyirəm. Xəmiri kündələrə böləndə mütləq ki, balaca da olsa xəmir qalır. Özünüzü itirməyin və əlinizdə qalan balaca xəmiri bütün kündələrin arasında bax bu cürünə paylaşma edin. Və yaxud ümumi xəmiri qoyursunuz tərəzinin üstünə, xəmir neçə kilodursa onu bölürsünüz 50 qrama və tərəzinin üstündə siz görəcəksiniz ki, siz neçə dənə kündə alındırmalısınız. Video çəkilən zaman mən sizə faydalı məsləhətlər verirəm. İnanınız ki, mənim verdiyim sizə məsləhətlər eynən həmin master klassdır. Kündələri üstün örtürəm
və 3 saatlıq qoyuram soyuducuya. İndi isə mən içliyi hazır edirəm. Qabın içinə əlavə eləyirəm çəki ilə alınan quru kəsimiyi, yumurtanın sarısın, vanil, şəkər, un və bunu yaxşıca belə hamısını qarışdırıram. Və hazır olan içliyi yenə də xəmir kimi 50 qramlıq kündələrə bölürəm. Yumurluyuram, yığıram belə bir qabın içinə və xəmir soyuducuda qalana qədər hazırladığımız içlik də qalır soyuducuda. Hazırladığım şirniyyatların, xörəklərin resepti, dəqiqliyi ilə hətta videonun altında da yazılır. Üç saat keçdi və artıq mən keçirəm bananları hazırlamağa. Bax, bu cürünə kündəni uzun sov yayıram. İçliyi bax bu cürünə yayıram. Bükürəm və bu cürünə ağzını bağlayıram və xudmani uçlarını belə yayıram ki, xudmani yanı forma verirəm. Və bu da banan. Kündəni götürəndə bax bir dəfə belə yayıram, sonra kündəni çevirirəm ki, kündənin alt hissəsi bax burada qalsın, bax belə yuxarıda. Banan bişib sobada hazır olanda kələ kötür olmasın. İçliyi bax bu cür yayıram və xəmirin bu biri tərəfi mütləq 1 santı boş olmalıdır. Bunu nə üçün edirəm ki, banan sobada bişəndə içliyi xəmirin içindən axmasın. Və yenə də forma verirəm. Nəzarət eləyin ki, bağlanan o ağzı çox üzə düşməsin, yoxsa ki, bananlarınız çox eybəcər ola bilər. Bu, mənim xoşuma gələn formadır. İndi isə mən sizə göstərəcəm çudapeçkada necə ediblər. Və yenə də bax, göstərirəm ki, kündənin alt hissəsi, bax, əvvəl üstündən yayıram, sonra kündəni çevirirəm ki, kündənin altındakı hansı nahamarlıq var, hamısı qalacaq bananın içində. Bax, bunu isə bu cürünə çudapeçkada edirlər. İçliyi belə qoyurdular. Bax, bu cürünə də bükürlər. Çox hasand. İndi qərar sizindir. Siz bananı necə bükəcəksiniz? Heç bir problemi yoxdur. Bax, sadə. Bax, bu cürünə. Sırf elə həqiqətən də bananın formasına oxşadıblar. Mən isə xoşuma gəlir ki, biraz çox əyləndə. Hansı listə bananlar bişəcəksə, kağız sərirəm, yağlı kağız, bananları düzürəm üstünə və əvvəlcədən isidilmiş sobaya gedirlər bananlar bişməyə. Fan rejimində 140 dərəcədə 20-25 dəqiqə. Belə deyim, banan badamburanın rejimində bişməlidir. Baxın, görün, necə köpürlər. Ona görə ki, bizim xəmirimiz bir növ Napoleonun xəmiri kimidir. Bir partiyası hazır oldu. Siz bunun görünüşünə baxın. Elə bilərsən ki, xəmirdə kabartma var, soda var, amma heç nə yoxdur. Niçin ki, bu döymə xəmirdir. Şəkər kirşanı ilə səpirəm və onu da vurğulamaq istəyirəm ki, bir porsiyadan 41 ədəd banan alındı. Qəşəngcə yığıram qabın içinə. Bəh, 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 bəh. Baxın, görün, topuş-topuş. Yəni, sadə banandan çox-çox fərqlidir. Bananların görünüşünə baxın, adam valeh olur. Siz nə edirsiniz? Siz videoya diqqətlə baxırsınız, xəmiri hazırlayırsınız
bişirirsiniz, ailə üzvlərinizi sevindirirsiniz və indi bananın birini kəsəcəm. Onu kəsilmiş halında görək. Yumuşaqdır. Yenə də vurğulayıram. Kabartması yox, sodası yox. Xəmir elə bilərsiniz ki, Napoleondur. Belə deyək də, kəsmikli Napolyon. Başqa bir şey deyə bilmərəm. Ləzzətini həqiqətən də özünüz bişirəndən sonra biləcəksiniz ki, bu çox dadlıdır, çox ləzzətlidir. Sizlərə nuş olsun. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.